Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Azərbaycanın tanınmış opera müğənnisi və əməkdar artisti Gülüstan Əliyeva yaxınlarda özəl gününü qeyd edib və bu münasibətlə sosial şəbəkələrdə özəl fotolar paylaşıb. O, Instagram hesabında paylaşdığı şəkillərlə yanaşı tədbirə qatılan qonaqlara təşəkkürünü bildirib. Paylaşımında qeyd edib, özəl günümdən özəl fotolar, günümü daha çox özəl edənsə elə qonaqlarım oldu. Sonsuz təşəkkürlər edirəm. Əgər Gülüstan Əliyevanın ad günü tədbirindən daha çox görüntü izləmək istəyirsinizsə, YouTube'da yayımlanan qısa videolara baxa bilərsiniz. Bu videolarda tədbirin ab-havasını və sənətçinin paylaşdığı anları izləmək mümkündür. Gülüstan Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub və 1982-ci ildən bəri musiqi fəaliyyətinə davam edir. Opera və balet teatrının solisti olan sənətçi həmçinin Azərbaycan Milli Konservatoriyasında muğam kafedrasının dosendidir. 2005-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.